Salam uşaqlar. Bugün biz sizinlə danışacağıq qan bədəndə necə hərəkət edir. Yəni biz qanın damarlarla hərəkət etdiyini öyrənəcəyik, damarların növlərini yadımıza salacağıq. Bu bizim təkrar dərsimizdə mütləq qeydlər aparın özünüzdə. Deməli, damarlara keçməmişdən qabaq bir ürəyin quruluşunu xatırlayaq. Gördüyünüz kimi ürək insanın döş boşluğunda, döş qəfəsinin içərisində yerləşir. Hər insanın ürəyi öz yumruğu qədərdir. İnsan ürəyinin sağ tərəfində, yəni sağ qulaqçıq və sağ mədəcikdə venöz qan var. İnsan ürəyinin sol tərəfində, sol qulaqçıq və sol mədəcikdə isə arterial qan var. Venöz qan ona görə deyirik ki, bu qanın tərkibində oksigen az, karbon qazı çoxdur. Arterial qan ona görə deyirik ki, arterial qanın tərkibində oksigen çox, karbon qazı isə azdır. Deməli uşaqlar, görürsünüz ki, insan ürəyinin üstünə damarlar birləşib və fikir verin, siz bu damarları iki rəngdə görürsünüz. Ya göy rəngdə görürsünüz və ya qırmızı rəngdə görürsünüz. Göy rəngdə bir damarı ona görə şəkildə bizə göstərirlər ki, bu damarın içindən venöz qan axır. Əgər biz damarı qırmızı rəngdə görürüksə, bu deməkdir ki, bu damarın içindən arterial qan axır. Yadda saxlayın, göy rəngdə qan bizə venöz qanı təmsil eləyir, qırmızı rəngdə qan isə bizə arterial qanı göstərir. Amma bu həqiqətdə belə deyil. Həqiqətdə necədir? Bizim arterial qanımız al qırmızı rəngdədir, venöz qanımız isə tünd qırmızı rəngdədir. Amma şəkillərdə biz bunu qırmızı və mavi olaraq görürük. Fikir verin, yuxarı boş venadır, aşağı boş venadır, ağciyər kötüyüdür, ağciyər arteriyalarıdır. Bunlar tərkibində venöz qanı daşıyır. Lakin məsələn aortadır, ağciyər venaları isə tərkibində arterial qanı daşıyır. Mən bir də burada qapaqlardan məlumat vermək istəyirəm. Ürəyin içində müəyyən qapaqlar var. Sağ qulaqçıqla sağ mədəcik arasında, sol qulaqçıqla da sol mədəcik arasında taylı qapaqlar var. Bir də deyirəm, sağ qulaqçıq sağ mədəcik arasında, sol qulaqçıq sol mədəcik arasında taylı qapaqlar yerləşir. Sağ mədəciklə ona birləşən damar arasında, sol mədəciklə sol mədəciyə birləşən damar arasında isə aypara qapaqlar var. Yəni, mədəciklərlə damarlar arasında aypara qapaqlar, lakin qulaqcıqlarla mədəciklər arasında isə taylı qapaqlar var. Bu qapaqlar nə işə yarayır? Qanın geri axmasının qarşısını alır. Yəni, mədəcik yığılanda taylı qapaq bağlanır ki, qan dala qulaqcığa getməsin. Və yaxud da aypara qapaq açılır ki, mədəcik yığılanda qan axsın damarın içinə. Yəni, qan mədəcikdən damarın içinə axandan sonra geriyə axmasın deyə burada aypara qapaqlar var və onlar cibə oxşayırlar. Yenə, qan mədəcikdən geriyə qulaqcığa axmasın deyə qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar var. İndi keçdik, biz danışacağıq bugün damarlardan. Uşaqlar, insan ürəyinin üstünə 8 damar birləşir. Yəni, ürəyimizin üstündə sırf 8 damar var. Onun insan ürəyinə birləşən. Amma bədənimizdə isə saysız hesabsız damar var. İnsanın qanı yalnız damarların içində hərəkət eləyir. Damarlardan kənarda qan olması o deməkdir ki, bizim damarımız zədələnib. İnsanın qanının yalnız damarlar içində hərəkət etməsi o deməkdir ki, insanın qan dövranı qapalıdır. Yəni, insan qapalı qan damar sisteminə sahibdir. Soruşsaq ki, niyə insanın qan damar sistemi qapalıdır? Çünki qanı yalnız damarların içində hərəkət edir. İnsan bədənində uşaqlar 3 növdə damar var. Arteriya damarları, vena damarları və kapilyar damarlar. Damarlar bizim bədənimizdə qanı daşıyan borulardır. Onlar 3 növdə olurlar, yenə deyirəm.
Arteriya damarları, vena damarları və kapilyar damarlar. İlk öncə danışaq arteriya damarlarından. Uşaqlar, arteriya damarları qanı ürəkdən daşıyır. Yəni, qanı ürəkdən aparır. İndi baxın, oxların istiqamətinə baxın. Bura ürəkdir. Qan ürəkdən çıxır da. Məsələn, bura sağ mədəcikdir. Görürsünüz, sağ mədəcikdən qan getdi. Yəni, qan ürəkdən çıxdı. Sol mədəcikdən qan getdi. Deməli, bu sol mədəcikdən qanın axdığı bu damar arteriya damarıdır. Qanı ürəkdən aparır. Yenə, sağ mədəciyə birləşən bu damar, görürsünüz, qanı ürəkdən aparır. Deməli, bu damar arteriya damarıdır. Arteriya damarları qanı ürəkdən aparır. Qanı ürəkdən bədənə aparır. Məsələn, sağ mədəcikdə olan venoz qan, yəni çirkli qan, hansı ki, bu qanın içində karbon qazı çoxdur. Bu qan sağ mədəcikdən tökülür bu arteriya damarına, arteriya damarı gətirir onu ağciyərlərimizə. Ağciyərlərimizdə o qan oksigenlə zənginləşir. Görürsünüz, sağ mədəcikdən bu arteriya damarı qanı apardı ağciyərlərə. Və yaxud da sol mədəcikdə olan təmiz qan, yəni arterial qan. Görürsünüz, sol mədəciyə birləşən bu damar vasitəsilə ürəkdən çıxdı, getdi bizim başımıza, qollarımıza, qarın boşluğumuzda, çanaq boşluğumuzda olan orqanlarımıza, ayaqlarımıza təmiz qan getdi. Yəni, uzun sözün qısası, arteriya damarları qanı ürəkdən aparır. Vena damarları isə qanı ürəyə gətirir. Baxın oxlara. Qanı ürəyə neynir? Gətirir. Buradan baxın. Qanı ürəyə neynir? Gətirir. Qanı ürəyə baxın, gətirən damarlara vena damarları deyilir. Vena damarları qulaqcıqlara birləşir. Çünki sizə öyrətmişdim ki, qan qulaqcıqlara gəlir, mədəciklərdən çıxır. Deməli, bu vena damarları qanı qulaqcıqlara gətirir. Arteriya damarları isə qanı ürəyin mədəciklərindən aparır. Və arteriya damarlarının divarı çox qalın olur. Onlar elastik olurlar. Elastik nə deməkdir? Saç rezini kimi. Yəni, dartırıq, əvvəlki vəziyyətinə geri qayıdır. Bu elastik deməkdir. Arteriya damarları çox qalın və elastik olur. Amma vena damarları isə arteriya damarlarına baxanda biraz nazik olur və elastikliyi az olur. Gəldik uşaqlar kapilyar damarları. Kapilyar damarlar bizim bədənimizdəki ən incə damarlardır. Onların qalınlığı bizim saç telimizdən 15 dəfə nazikdir. Kapilyar damarlar arteriya damarları ilə vena damarları arasında yerləşir. Baxın. Bu arteriya damarıdır. Hardan bilirəm? Qanı ürəkdən apardı. Bu isə vena damarıdır. Hardan bilirəm? Qanı ürəyə gətirir. Baxın, arteriya damarı ilə vena damarı arasında yerləşən bu damarları deyirlər kapilyar damarlar. Kapilyar damarlarda mübadilə gedir. Yəni, kapilyar damarların içinə maddə girib, damarın içinə maddə çıxır. Amma bu hadisə venada və arteriya damarlarında olmur. Çünki vena və arteriya damarlarının divarı çox qalın olur. Onlarda mübadilə gedə bilməz. Amma kapilyar damarların divarı isə çox nazik olduğuna görə o divarın içindən, damarın divarının içindən, qanın içinə maddə girir və qanın içindən maddə çıxır. Məncə sizə aydın oldu, ümumiləşdirək. İnsan bədənində 3 növdə damar var. Arteriya damarları, vena damarları və kapilyar damarlar. Arteriya damarları qanı ürəkdən aparır, çox qalındır və divarı elastikdir. Vena damarları qanı ürəyə gətirir. Arteriya damarlarına baxanda divarı biraz nazik və az elastikdir. Və vena damarlarının içində də cibə oxşayan aypara qapaqlar var. Niyə? Baxın, görürsünüz, qan qalxır yuxarıya, ürəyə. Bu, vena damarlarının içində cibə oxşayan qapaq olmalıdır ki, qan yuxarı qalxanda dala qayıtmasın. Ümumiyyətlə, qapaqlar həmişə qanın geri axmasının qabağını alır. Kapilyar damarları isə vena və arteriya damarları arasında yerləşir. Divarı çox incədir. İnsanın saç telindən 15 dəfə nazik damarlardır. Və bu damarlarda mübadilə prosesləri gedir. Yəni, bu damarların içinə maddə girib, maddə çıxır.
Baxın uşaqlar, bu oldu bizim bədənimizdə qanın hərəkət etdiyi damarlar. İndi biraz daha dərin izah verək. Yenə başlayaq. Mən sizə öyrətmişəm. Mədəciklərdən qan neynir? Çıxır. Mədəciklərdən qan çıxıb tökülür arteriya damarlarına. Çünki arteriya damarları qanı ürəkdən aparır. Sol mədəcikdən təmiz qan, arterial qan töküldü arteriya damarının içinə. Təmiz qan getdi bizim bədənimizin hər yerinə, ürəyimizdən. Hər yerimizə verdi oksigen. İçində olan o çox oksigeni verdi. Və bu mübadilə harda getdi? Kapilyarlarda. Baxın, arterial qan axdı damarların içi ilə, gəldi kapilyarlara. Kapilyarlara çatanda qanın içindən oksigen keçdi hüceyrələrimizə, karbon qazı keçdi qanın içinə. Arterial qan çevrilib oldu venoz qan. Və venoz qan vena damarları ilə qayıtdı ürəyin qulaqcığına. İndi baxaq sağ mədəciyə. Sağ mədəcikdə çirkli qan var, yəni venoz qan var. Bu qanın içində karbon qazı çoxdur. Mədəcik yığıldı, sağ mədəcik. Qan töküldü arteriya damarına, çirkli qandır, bu venoz qandır. Getdi ağciyərlərə. Çirkli qanın içində karbon qazı çoxdur. Ağciyərlərə getdi, qan axdı, çirkli qan və bu vena damarının içinə gəldi kapilyarın içinə. Kapilyarın içindəki karbon qazı girdi ağciyərin içinə, ağciyərdəki oksigen keçdi qanın içinə. Görürsünüz, kapilyarlarda mübadilə getdi. Venoz qan gəldi ağciyərə, təmizləndi, oldu arterial qan qayıtdı ürəyin sol qulaqcığına. Burada sizə böyük və kiçik qan dövranını kitabı izah eləmir, ona görə mən də izah eləməyəcəm. Sadəcə damarların növlərini bilin. 3 növdə damar var. Hansı qalındır, hansı ən nazikdir. Hansıların içində cibə oxşayan aypara qapaqlar var. Hansı damarlar qanı ürəkdən aparır, hansılar qanı ürəyə gətirir, hansılar arteriya və vena damarlarının arasında yerləşir, nazikdir. Bunları öyrənirsiniz. Sonra dərslikdə də sizə verilmiş məlumatı sizə çatdırmaq istəyirəm. Bir neçə alimin adı verilib dərslikdə sizə. Kim nəyi ilk dəfə kəşf edir, bundan danışır. İbn əl-Nəfis ilk dəfə ağciyər dövranını və ya kiçik qan dövranını kəşf edir. Kiçik qan dövranı nədir uşaqlar? Sağ mədəcikdən çıxan qan tökülür arteriya damarının içinə, gedir ağciyərlərə. Venoz qan təmizlənir, olur arterial qan, gəlir tökülür sol qulaqçığa. Baxın, bu kiçik qan dövranıdır. Bunu İbn əl-Nəfis kəşf edib. Sonra William Harvey. William Harvey ürəyin işi nəticəsində qanın bədəndə dövr etdiyini və qanın yalnız bir istiqamətdə axdığını müəyyən edib. Deməli, ürəyin işi uşaqlar qanı damarları qovmaqdır. Ürək dayansa, qan da damarların içinə axmaz. Və ürəyin işi nəticəsində qanın damarların içində hərəkət etdiyini William Harvey kəşf edib. Və William Harvey həm də qanın bir istiqamətdə axdığını kəşf edib. İnsan bədənində qan damarların içində dala axmır. O ancaq irəliyə bir istiqamətdə hərəkət edir. Keçdik. Qalin nə idi? Qalin xəstə adamların ürək döyüntülərinə əsasən xəstəlikləri müəyyən edib. Yəni, nəbzə əsasən. Nəbzi isə gələn dərs izah eləyəcəm. Yəni, nəbzi ölçməklə qalin xəstəlikləri ortaya çıxardım. Qanın ürəyin bir tərəfindən digər tərəfinə qovulduğunu və qanın damarlarda hərəkət etdiyi fikrini irəli sürüb. Gəldi. Hieronym Fabricius vena damarlarının içində cibə bənzər qapaqların, aypara qapaqların olduğunu kəşf edib. Marcello Malpighi yarasaların qanatlarını və qurbağanın ağciyərlərini mikroskop altında tədqiq edib, kapilyarların arteriya və vena damarlarını birləşdirdiyini kəşf edib. Doğrudan da belədir də, kapilyarlar arteriya və vena damarlarını birləşdirir. Kapilyarlar arteriya və vena damarlarının arasında yerləşir. Bu da belə uşaqlar alimlərin kəşfləridir. İndi isə damarların içində olan bir problemdən sizə danışacağım. Bu problem damarların içinin yağa bənzəyən maddələrlə tutulmasıdır. Və bu
arteriya damarıdır. Yəni arteriya damarının içinin yağlı maddələrlə tutulması, tıxanması xəstəliyinə deyilir ateroskleroz xəstəliyi. Görürsüz burada videoda. Qan necə buradan çətinliklə axır. Burada bir daralma var. Daralmanın səbəbi buradakı yağa bənzəyən sarı rəngdə gördüyünüz maddələrdir. Xəstəliyin adı aterosklerozdur. Bu hər damarın içində olmur, yalnız arteriya damarlarının içində deməli uşaqlar belə yağa bənzər maddələr toplanır və damarın mənzəfini daraldır və nəticədə qan yaxşı hərəkət etmir. Bu qədər uşaqlar, biz damarlardan danışdıq sizlə. Bu dərsi çox gözəl öyrənirsiniz. Dərs yəni çox uzun deyil, 10 dəqiqəlik, 15 dəqiqəlik bir dərsdir. Qeydləri aparırsınız. Ümumi şəkildə bir dərs ayırıb bu insanla bağlı olan mövzuların sorğu-sualını edəcəm.